Xeyir olsun dəyərli qrup üzvləri, Telegram siqnal kanalının üzvləri. Bir də gəlin biz nəyi nəzərdən keçirək, yəni bizim əməliyyatlarımızı. Demək, biz səhər saatlarında 5369-lardan alış əməliyyatları verdik. Yəni 5342-lərdən satışlar olan satışları biz 3 qatına burada sığortaladıq və gəlirlə nəticələndi və göstərək sizə. Yəni gördüyünüz kimi bu bizdə səhər saatlarında bu aşağıdakı əməliyyat vardı. Digər əməliyyatlar isə biz deməli satışlar vardı 5442-lərdən satışlar vardı və biz onu alışla necə yazmışdıqsa sizə deməli yazmışdıq ki, deməli qızılda kimdə əgər 5342-dən açılan sel varsa 2 qatına 5369-lardan alışlar edin və 2 qatını, yəni alışlar edindən sonra 30-40 dollar qalxandan sonra ən azından ziyansız bazardan çıxın. Əslində 69-dan biz baxsaq, 69-dan ən azından qiymət bir yəni 50 dollara yaxın qalxdı. Yəni hal-hazırdakı vəziyyət 69-dan deyək ki, 69-dan deməli qiymət qalxıbara qədər qalxıb, diqqətlə baxın. Deməli 5419-a qalxıb. Yəni 19 deməli hardasa ortalama, yəni 50 dollarda bir qalxış olub. Bu da 50 dollara qalxışla biz bazardan yəni bu ayın birinci həftəsinin gəlirlə bazardan çıxanımıza uğurlar arzulayıram. Tək bu deyil, qızıl deyil. Yəni biz VIP kanalında paylaşmışdıq. Deməli qızılın bayını paylaşdıq. Sonra gümüşdə baylar bizdə açıldı. Yəni gümüşdə də gəlirlərimiz, yetərincə gəlirlərimiz var. Gümüşdə də yəni alışlar buradan gəldi, yetərincə gəlirlərimiz var. Ondan sonra ev dollarda satış əməliyyatları idi. Diqqətlə baxın, 1-1. Deməli elə bir ki, əməliyyatları 1-1 nəzər çatdırım. Yəni deməli 1 qızılda alışlar, gəlirlə nəticələndi, 2 gümüşdə alışlar nəticələndi, 3 deyək bu neftə, bayına, neftin bayına baxaq. Görək neftin bayında gəlirlər varmı, yoxmu? Neftin bayı gəlirlə nəticələndi. Diqqətlə baxaq, neftə baylar açıldı, gəlirlə nəticələndi. Hətta belə deyək də, euro dollar, funt dollarda, baxın, euro dollar, funt dollara da baxaq. Euro dollar, funt dolları, yəni bu funtun yapon yenidir. Deməli, biz funtun dollar rəqabətinə baxaq. Burada evronda olan rəqabəti satışlarla nəticələndi. Mükəmməl gəliri verdi. Baxın, diqqətlə baxaq. Sel 1.17.760-lardan 1.17.760-lar buradaydı. Yəni yetərincə gəliri verdi. Funtda da satış əməliyyatları vardı. Gəlirlərlə nəticələndi. Dollar frankda alışlar nəticələndi. Dollar yapon yenində alışlar nəticələndi. Yəni funtun franka olan rəqabəti satışla oldu. Funtun yapon yeni rəqabəti o da satışla gəlirlə nəticələndi. Nasdaq S&P Dow Jones uşaqlar. Deməli satışlar, diqqətlə baxın. Satışlar. Demək bizdə yəni ortalama olaraq bizdə biz Telegram kanalında baxsaq, deməli Bitcoin-ə də baxaq, sonra digər cütlüklərə də baxarıq. Bitcoin-da da görək Bitcoin-ə nə oldu. Bitcoin-da satış əməliyyatları, sonra Ethereum-da da satış əməliyyatları gəlib. Deməli bizdə belə bir şey məncə baxaq görək. Deməli qızılda 1 bay əməliyyatları, 2 gümüşdə bay əməliyyatları, 3 neftdə, 4 Bitcoin-da, 5 Ethereum-da, sonra 6 funtun selində, 7 evronun selində, 8 dollar Yaponiyanın bayında, 9 dollar frankın bayında, sonra funtun 10, 11, 12, 13, 14, yəni 15, yəni bütün siqnallar bugün, deməli gəlirlə nəticələndi. Demək olar ki, bu ayın birinci həftəsinin ilk iş günü bütün əməliyyatlarımız gəlirlə nəticələndi. Hamınıza uğurlar arzulayıram.
gəlirlərimiz daha da bol olsun. İnşallah Siqnal kanalında çalışaraq, yəni gün ərzində əgər siqnallar gələrsə, yenə çalışaraq. Yəni 15 əməliyyatımız deyək ki, gəlir nəticələrində bir də sayaq istəyirsiniz. 1, 2, 3, 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8, nəysə 15 dənə siqnalımız gəlir nəticələndi. Hamınıza uğurlar arzulayıram. İnşallah Allah qoysa yenə qızılda, yenə nələr baş verəcək, yenə danışarıq. Yəni qızıl biz 5000 ikinci take profitimiz bizdə. Biz təyin eləmişdik. İkinci take profitimiz. Birinci deməli 5473, amma 5405-dən dönüşlər olduğu üçün orada da biz saxlaya bilərik. Amma biz hal-hazırda 5473-ləri gözləyirik. Belə əzizlərim, özünüzə yaxşı baxın. İnşallah görüşmək ümidi ilə uğurlar arzulayıram. Ümid edirəm hamımızda super nəticə alındı.